Salam izləyicilər, bu videoda sizə Microsoft Excel proqramında düstur sətri haqqında məlumat verəcəm. Microsoft Excel proqramının özə məxsus panellərindən biri formula bar, yəni düstur sətridir. Düstur sətri proqram pəncərəsində lent interfeysinin aşağısında yerləşir. Yəni bu hissə bütövlükdə düstur sətri, yəni formula bar adlanır. Və bu düstur sətri öz növbəsində iki hissədən ibarətdir. Birinci hissə, yəni birinci sahə name box adlanır. Burada seçilmiş xananın ünvanı göstərilir. Digər ikinci sahə isə eyni adlı formula bar sahəsi, yəni düstur sətri sahəsi adlanır. Ümumilikdə isə bu ikisi bir yerdə düstur sətri, düstur paneli adlanır. Və bu sahələr arasında gördüyünüz 3 nöqtə, yəni şaquli vəziyyətdə olan 3 nöqtə işarəsi isə bu sahələrin en ölçülərini tənzimləmək üçündür. Belə ki, mouse'un göstəricisini 3 nöqtənin üzərinə gətiririk və gördüyünüz ekranda bu ox işarəsi əks olunduqdan sonra mouse'un sol düyməsini basıb saxlayıb çəkərək, yəni bu sahələrin en ölçülərini tənzimləyə bilərsiniz. Bundan başqa formula bar, yəni düstur sətri sahəsinin hündürlük ölçüsünü də dəyişmək olar. Belə ki, mouse'un göstəricisini aşağı doğru gətiririk və bu ekranda gördüyünüz ox işarəsi əks olunduqdan sonra mouse'un sol düyməsini basıb saxlayıb aşağıya doğru çəkirik və ya yuxarıya doğru da çəkərək tənzimləyə bilərik. Microsoft Excel proqramında formula bar, yəni düstur sətrinin, yəni düstur panelini ekranda əks olunub olunmamasını da tənzimləmək mümkündür. Bunun üçün View Lent tabına daxil olmaq lazımdır. Burada Show Lent qrupunda yerləşən formula bar, yəni eyni adlı əmrin qarşısında işarəni yığışdırsaq, gördüyünüz kimi düstur sətri ekrandan itdi və yenidən həmin bu əmrin qarşısında mouse'un sol düyməsini bir daha vursaq, həmin əmr əks olunacaqdır. Formula bar, yəni düstur sətri, düstur panelinin birinci sahəsi olan name box'da qeyd etdik ki, cari vərəqdə seçilmiş xananın ünvanı və ya adı əks olunur. Əgər iş vərəqində mouse'un sol düyməsini sıxıb saxlayaraq bir neçə xana seçsək, bu zaman name box sahəsində sətir və sütunların sayı əks olunacaqdır. Həmin hissəyə fikir verin, orada 7R və 4C yazılıb, yəni R, row, yəni sətir sözünün baş hərfidir ingiliscəsində. C isə column, yəni sütun sözünün baş hərfidir ingiliscəsində. Deməli 7 sətir və 4 sütundan ibarət xana seçmişik. Əgər seçimdən çıxsaq, yəni seçimi təsdiq eləsək, yəni mouse'un sol düyməsini buraxsaq, bundan sonra burada bu diapazonda olan, yəni bu seçim zamanı olan ən birinci xananın ünvanı burada göstərilir, yəni G8 xanası və ya biz bu xanaları əksinə aşağıdan yuxarıya doğru seçsək, yenə burada ən birinci, yəni seçimin aparıldığı birinci aktiv xananın burada ünvanı göstəriləcəkdir. İkinci sahə olan eyni adlı formula bar sahəsində isə mətn daxil edən zaman, məsələn, hər hansı bir xanada mətn daxil eləyək, bu zaman burada X, yəni cancel və bu tik işarəsinə bənzər enter düymələri aktiv olur. Bu düymələrdən birincisi yazını ləğv eləmək üçündür. Yəni icra etdikdə gördüyünüz kimi həmin yazı orada ləğv oldu. Yenidən mətn daxil eləyək. İkinci düymə isə enter düyməsi isə yazılmış mətnin təsdiqini həyata keçirir. Bundan başqa formula bar sahəsində FX düyməsi mövcuddur. Elektron cədvəldə xanalara funksiyaların daxil edilməsi üçün nəzərdə tutulub bu düymə. Üzərində mouse'un sol düyməsini bir daha vursaq, pəncərə açılır ki, buradan istədiyiniz funksiyanı seçib xanalara funksiyaları daxil edə bilərsiniz. Bununla bağlı növbəti video dərslərdə məlumat veriləcək. Düstur sətri sahəsində seçilmiş xananın məzmunu burada əks olunur. Əgər seçilmiş xanada funksiya və ya düstur yerləşdirilibsə, bu zaman həmin sahədə funksiya və ya düstur əks olunacaqdır. Məsələn, 72 rəqəmini seçsəm, gördüyünüz kimi burada bir düstur əks olunur.
və ya başqa bir xananı seçirəm. Burada həmin yazılmış funksiya əks olunur. Təbii ki, bunlar barədə növbəti video dərslərdə geniş məlumat veriləcək. Microsoft Excel proqramında xanaya məlumatın daxil edilməsini və məlumatın redaktörünü Formula Bar sahəsindən də aparmaq olar. Məsələn, hər hansı bir xananı seçib bu hissədə də yəni düstur sətri sahəsində də istədiyiniz məlumatı yaza bilərsiniz və daha sonra təsdiq eləmək üçün Enter düyməsini vurursunuz. Təsdiqlənir xanada və həmçinin redaktör də həyata keçirə bilərsiniz. Məsələn, xananı seçib burada E hərfini silib Ə hərfi yazıram və təsdiq üçün yenə Enter, yəni tik işarəsi olan düymənin üzərində olan sol düyməsini bir daha vururam. Belə videonu bəyəndiyinizsə like etməyi, kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanıb bilsinlər. Hələlik sağ olun.